Salam. Hoş geldin. Hoş gördük. Azərbaycan artıq mənim evimdir. Burada işimdə qurmuşam. Bütün dost tanışlar, belə qohum filan. Yəni ev də tikmişəm, burada ev tikmişəm və belə hər cür şərait qurmuşam özüm üçün ki, burada yaşamaq istəyirəm. Mənim adım Terezadır. Tereza Hamlindir. Mən Amerikalıyam, Minnesota ştatından. Hardasa 2004'də gəlmişəm bu Azərbaycana. Artıq 20 ildir yaşayıram burada. Mən universitetdə oxuyanda mən ingilis dilli müəllim olmaq istəyirdim. Və dedilər ki, hansısa ölkəyə getməlisiniz praktika üçün. Ona görə mən oradakı universitetdən oxuyan bir qız var idi. Onun atası burada kurs açmışdı. Çoxdan 90-cı illərdə. Və o da mənə dedi ki, yəni bizdə də kurs var, orada gedə bilərsən. Azərbaycan belə qəşəngdir, belə danışırdı. O vaxtda mən bir dənə söz öyrətdi. Birinci söz netləşdirdiklərimizdensinizmi? Belə dedi ki, ən uzun sözü öyrədim. Yəni belə maraqlı olacaq. Gedib orada danışarsınız. Buraya gəldim, dedim 1 il gələcəm Azərbaycana. O da dərs dedim, sonra xoşum gəldi, sonra biraz da qaldım. Sonra oldu 20 il. Deməli, təxminən neçə ildə Bakıda da dərs demişəm. Biraz Lənkəranda da orada da kurs var. Orada biraz getdim, dərs dedim. Sonra 2012'də Şahdağda da müəllim kimi getdim işləməyə. Ümumiyyətlə çox sevdim. Rayon həyatı çox sevirəm. Yəni sakitçilikdir. Orada insanlar daha məhriban olur. Yəni hamı hazırdır evinizə dəvət eləməyə və orada mən dedim ki, yox, nəysə bu rayonda, bu kəndlərlə nəysə yaratmalıyam ki, buralarda qalım. Sonra mənim valideynlərim gəlir. Valideynlərim tez-tez gəlir. Onlar ümumiyyətlə çox sevirlər bu Azərbaycanda. Hamı onları çox da sevir. Ona görə onlar da sevir, yeyirlər. Mamam həmişə evə qaydanda deyir ki, biraz çörək gətirmə. Deməli, mənim mamam gəlmişdilər və orada bir nəfər ona corab hədiyyə verib bu əllə düzəldən, toxuyan corab. O da evə aparıb, Amerikaya aparıb geyinib. Sonra da, nə bilim, tez-tez o qədər geyindi ki, cırıldı. Tezdən deyir ki, mənə onlar 1-2-3 dənə göndər. Onları sevirəm. Və sonra belə bir ideya gəldi. Bəlkə başqalarının da xoşlarına gələcək. Ona görə biraz sap aldım, bir-iki dənə qonşu tapdım. Onları da toxuyub aparmışam. Amerikada gördüm ki, yəni tələbat var, yəni marağı var. Hamı almaq istəyirdi. Hər şeyi də ki, sıfırdan öyrəndim, elə qadınlarla birlikdə. Həm də toxumağı da bacarmıram. Belə dizayn oxumamışam. Belə şeylərdə biraz başım çıxmır, amma əsas insanlar satmaq və insanlarla ünsiyyət qurmaq da indi mən ondan bacardım və o cür biznes başladım. Əslində bu qadınlar bu toxumaq, corab toxumaq çox çətindir. Bu bir ki qızıl kimi bir bacarıqdır ki, bu çoxsu uşaqlığından öyrənir. Bu tərəfdə Amerikada, yəni başqalarında nəsə istəyir bu qəşəng əl işləri. Və bunlar bacarıb prosta birləşdirmək lazımdır. Yəni mən Azərbaycan mədəniyyətini sevirəm. Burada xarici kimi adam gəlib burada mədəniyyətinə görə qalmaq istəyir də. Mənim brendim adı Azərbaycani Socks, yəni Azərbaycan corabları. Və gedəndə məsəl üçün arada gedirəm, məsəl üçün Amerikada stol qoyuram, corabları yığıram və orada yazılıb Azərbaycani Socks. Kimsə gəlir deyir ki, Azərbaycan hardadır, nədir? İnsanlar, yəni millətin adıdır. Deyirəm, ölkədir, gözəl ölkədir. Azərbaycanda çox yaxşı şeylər var. Yəni
mənim əsas xoşum gələn insanlardır və insanların isti münasibətidir. Bu ümumiyyətcə isti mədəniyyətdir. Yəni bizim mədəniyyət biraz soyuq mədəniyyət var. Məsəl üçün ailədə ola bilər ki, məsəl üçün ailədə hamı özü üçün paltar yuyur, öz yeməyi də bişirir. Belə ailələr də var ki, yəni ki, hamı öz işinə məşğul olur. Amma Azərbaycanda elə deyil. Azərbaycanda böyük cəmiyyət var və hamı bir-birlərinin qayğısına qalır. Xəstə olanda, pul ehtiyacı olanda, ümumiyyətcə belə ünsiyyət var. Çox ünsiyyət var burada. Və çox da axtarmalı deyilsiniz. Məsəl üçün bizim mədəniyyətdə çox hər şey cədvəllə olur. Bir rəfiqəmlə görüşmək istəyirəm, gərək 2 həftə əvvəlcədən fikirləşim, filan gün 2 həftədən sonra filan saatda coffee shopda görüşəcəyik. Amma burada məsəl üçün darıxırsan, kiməsə üçün, kimsələ oturmaq istəyirsən, zəng vurursan, deyirsən ki, gəlirəm, deyirlər, gəl. Yəni bu daha yaxşı ünsiyyət üçün ölkədir, bu isti münasibət. Bir əcnəbi olaraq burada yaşamaq, yəni mənim üçün çox rahatdır. Sakitçilikdir, hər yer təmizdir, hər bir şərait var, nə istəyirsən tapa bilərsən. Artıq 20 ildə yaşamışam, artıq fikirləşirəm ki, bu mənim üçün yəni evimdir. Yəni Azərbaycan artıq mənim evimdir. Burada işimdə qurmuşam. Bütün dost tanışlar, belə qohum filan. Yəni ev də tikmişəm, burada ev tikmişəm və belə hər cür şərait qurmuşam özüm üçün ki, burada yaşamaq istəyirəm. Təzə ideyalarımız var, bizneslə bağlı. SAP istisal eləmək istəyirik, əsl yündən. İndi fikirlərimiz ondandır. Ümid edirəm ki, bu Azərbaycanlılar öz mədəniyyətdə nə var, bu qızılda nə var, özlərində görə bilsinlər və dəyərləndirsinlər. Mən Azərbaycanı sevirəm və burada da qalmaq mənim üçün doğrudan da çox sevinmişəm ki, o vaxtda o həmin rəfiqəni demişəm ki, nə yaxşı ki, sən mənə tanıdın, sən mənə tanıtdın, Azərbaycana tanıtdın. Bütün Azərbaycanlıları yəni arzulayıram ki, onlara da bunu başa düşsün ki, nə gözəl ölkələri var, nə gözəl mədəniyyətləri var. Və çox sağ ol ki, məni qəbul eləmisiniz.